Böyle bir tendensiya var. Özellikle ki bu hizmet sektöründeki olan yoldaşların, isterse ustaların, afisantların, taksi sürücülerin böyle bir şey razılaşır ki sanki böyle bir adi sıradan adi meseləni eleyebilmemek kabiliyetleri əmələ gəlmişdir. Bir kognitif bu adamlar elə bir biraz savadsız kimi olmaya başlamıştır. Ne mənada savadsız? Belki bu adamlardan birdən-birə soruşsan ki 8'in kvadratı neçədir, onu bilmirəm deyə. Deyirəm diqqətli fikirləş, bəlkə tapa bilərsən də, yəni. Yəni sən necə ola bilər? Onu məktəb qurtarmısan, neçə ildir yəni işləyirsən, sən ola bilməz ki 8'in kvadratını tapa bilmirsən. Bunun tabii ki bu primer değil, yani əqli geriliklər formasında değil. Bu adamlarda sanki adaptasiyanın bir əlaməti olarak kognitif enmə baş verir. İster depresiyalarda, atipik depresiyalarda var da, depresiya o demək deyil ki, xəstə uzanır bura. İster depresiyanın müxtəlif növləri var, atipik depresiyada da kognitif bir ləngimə olur. Yəni, sanki xəstə deyir ki, mən elə ki, biraz bir aptal kimi olmuşam daha, biraz elə ki, hər şeyi diqqətli kimi dəyərləndirə bilmirəm. Bax, bu birincili değil, yani tabii ki uşaq yeniyetmələrdə görülən, üzvü olan, organik olan, ağırlıqlan kəmlik, əqli gerilik formasında değil. Bunların əksəriyyəti ikincili değil, müəyyən bir hadisələrə, müəyyən bir xəstəliklərə, özelliklə də indiki müasir dövrün xəstəliklərdə hastalıklar, telefon hastalıkları vesaire, depresiyalar, bunlara bağlı olarak kognitif enme baş verebilir.